günləri Aladinin ən dadlı və ən faydalı resepti ilə sizinlə paylaşıram. Tərkibində alma və darçın. Reseptə keçməmişdən əvvəl abunə butonuna basmağı unutmayın. Like qoymağı da. Abunə olun və like qoyanlara hamıya çoxlu təşəkkürlər. Almaları rəndeləyirəm. Almaları rəndələdim. Gözdən rəndələmişəm. Almanın üzərinə bir yumurta əlavə edirəm, ağlı sarılı. Yumurtanın da üzərinə şəkər əlavə edirəm. Zövqə görə kim nə qədər istəsəz əlavə etməyə də bilərsiniz. Uşaqlar sadəcə şəkərli sevir. 2, 3, 4, belə 4 yarım qaşıq. Bir də ki, bol darçın tökürəm. Darçının da üzərinə bir belə dolu xörək qaşığı xama əlavə edirəm. Və bunun da üzərinə qaşıq un əlavə edəcəm. Birdən tökməyəm. Tökə-tökə qaçışdıracağam. 2, 3. Bunu qaçışdırım. Lazım olsa yenə əlavə edəcəm. 3 qaşıq un əlavə etmişdim. 2 qaşıq da əlavə edirəm üzərinə. 1, 2. Day un lazım olmayacaq. Bu qədər yetərlidir. Belə bir massa olmalıdır bu şəkildə. Aladnik kimi. Tavanı qoydum isti olsun. Yağ tökdüm. Yağ isti olsun. Başlayaq pişirməyə. Belə qaşıq pişsin. Qoyuram pişməyə. Tökürəm. İki tərəfində belə qəşəng qızardıram. Hazır oldu. Yağı geçsin deyə kağız sərmişdim, yəni salfetka. Yağını hopsun. Çox yağlı olmasın deyə. Üzərinə istəsəz xama qoyun yeyin. İstəsəz dondurma, yəni zövqə görədir. Mən dondurma, yəni üzərinə qoyuram. Dondurma ilə super alınır. İndi isə dadına baxıram. Görünüşü necə super iştahlı görsənirsə, dadı super möhtəşəmdir. Aşkım, Vilka boş qayıtdı. Çox super dadlıdır. Çox. Uşaqlarınız üçün, özünüz üçün hazırlayın. Tərkibində alma olmağı bilinmir. Baxmayaraq ki, nə qədər alma vurmuşdu. Darçının ətri, dondurma, çörək, hamısı qaçıb, dadlar qaçıb bir-birinə super al. Siz də hazırlayın. Nuş olsun.